Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycanı Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyada biometrik nəzarət sistemi sayəsində 60 min əcnəminin ölkəyə girişinə icazə verilməyibdir. Bu barədə Rusiyanın Daxili İşlər Naziri məlumat veribdir və onun sözlərinə görə yeni miqrasiya nəzarəti tədbirlərinin tətbiqindən sonra əcnəbi vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı təxminən 40% azalıb. Nazirlikdən qeyd edilib ki, biometrik identifikasiya sistemləri dövlət sərhədinin buraxılış məntəqələrində şəxsi məlumatların toplanması üzrə eksperiment çərçivəsində tətbiq edilir. Nazirlikdən bildirilib ki, miqrasiya sahəsində əsas mexanizmlərdən biri nəzarət olunan şəxslər reyestridir və qanunsuz miqrantların aşkarlanması məqsədi ilə daxili işlər orqanlarına onların olduğu yeri, geolokasiya məlumatları, ödəniş sistemləri, eləcə də foto və video qeydiyyat vasitələri ilə müəyyən etmək səlahiyyəti verilibdir. Rusiyada miqrantların xaricə pul köçürmələrinə əlavə ödənişin tətbiqi də təklif edilir. Müvafiq qanun layihəsi Ədalətli Rusiya Həqiqət uğrunda fraksiyasının deputatları tərəfindən Dövlət Dumasına təqdim olunubdur. Layihəyə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan transsərhəd pul köçürmələrindən məbləğin 3%-nədək məcburi ödəniş tutulması nəzərdə tutulur. Qanun layihəsinin müəllifləri bildirirlər ki, söhbət əsasən Rusiyadan çalışan miqrantların öz ölkələrinə göndərdikləri vəsaitdən gedir. Onların məlumatına görə ötən il Rusiyadan, məsəl üçün Qırğızstana 3,2 milyard dollar, Özbəkistana 15 milyard dollar, Tacikistana isə 7-9 milyard dollar həcmində pul köçürülüb. Təklif müəlliflərinin fikrincə bu köçürmələrdən əldə olunacaq məcburi ödəniş dövlət büdcəsinə ildə azı 45 milyard rubl əlavə gəlir gətirə bilər. Qeyd edim ki, bu hələlik yalnız Dövlət Dumasına təqdim edilmiş qanun layihəsidir və təşəbbüsün qüvvəyə minməsi üçün parlament tərəfindən qəbul edilməsi və qanunvericilik prosedurlarından keçməsi tələb olunur. Rusiya Dövlət Duması miqrasiya sahəsi ilə bağlı bir sıra qanunlar qəbul edibdir. Yeni qanunlara əsasən əmək miqrantları Rusiyada yaşayan özlərini və himayəsində olan ailə üzvlərini müvafiq region üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli, həmçinin himayəsində olan hər bir ailə üzvü üçün müəyyən edilmiş sabit avans ödənişini həyata keçirməlidirlər. Bu tələblər yerinə yetirilmədikdə əmək patenti və ya iş icazəsi ləğv ediləcəkdir və ya verilməyəcəkdir. Əcnəbinin Rusiyada qalma müddəti isə qısaldılacaqdır. Bundan başqa bəzi kateqoriyadan olan əmək miqrantları üçün aylıq sabit avans ödənişlərinin məbləği də artırılır. Qanuna əsasən vergi orqanları və Daxili İşlər Nazirliyi əcnəbilərin gəlirlərinin olub-olunmasını yoxlamaq səlahiyyəti əldə edəcəkdir. Həmçinin əmək fəaliyyəti məqsədi ilə Rusiyada olan əcnəbilərin 18 yaşına çatan övladları 30 gün ərzində ölkəni tərk etməli olacaqlar. Bundan əlavə il ərzində işləməyən və ya gəliri özü və ailə üzvləri üçün müəyyən edilmiş minimum səviyyədən aşağı olan əcnəbilərə müvəqqəti yaşamaq icazəsi və ya daimi yaşamaq icazəsi də verilməyəcək, yaxud həmin sənədlər ləğv ediləcək. Rusiyada əcnəbilərin biometrik məlumatlar əsasında identifikasiya sistemi bütün ölkə ərazisində genişləndirilməsi planlaşdırılır və bu məsələ Dövlət Miqrasiya Siyasəti üzrə idarələr arası komissiyanın iclasında müzakirə olunubdur. Bildirilib ki, sərhəd keçid məntəqələrində tətbiq olunan biometrik identifikasiya sisteminin bütün ölkə üzrə yayılması, həmçinin Rusiyada olan azyaşlı əcnəbilərin uçotunun və onlara nəzarətin gücləndirilməsi nəzərdə tutulur. İclasda əmək miqrantlarının, eləcə də vergidən yayınan işə götürənlərin aşkarlanması ilə bağlı məsələlər də müzakirə edilibdir. Qeyd edim ki, biometrik məlumatların toplanması üzrə pilot layihənin ilk mərhələsi 2024-cü il dekabrın 1-də başlayıbdır. Daha sonra sistem mərhələli şəkildə genişləndirilibdir. Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması prosedurunun elektron formada həyata keçirilməsi
təklif olunur. Bununla bağlı yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında və dövlət rüsumu haqqında qanunlara dəyişikliklər Milli Məclisin iclasında müzakirə edilibdir. Layihəyə əsasən dövlət rüsumu ödənildikdən sonra qəbul olunan qərar elektron hökumət portalındakı şəxsi kabinetdə yerləşdiriləcək. Eyni zamanda müraciət edən şəxsin elektron poçt ünvanına da göndəriləcəkdir. Qanun layihəsində imtina üçün yeni əsas da nəzərdə tutulur. Belə ki, müraciətçi tələb olunan sənədlərdən birini və ya bir neçəsini təqdim etmədiyi halda müraciətin təmin olunmasından imtina ediləcəkdir. Bununla yanaşı qərarın təkrar verilməsi üçün əlavə dövlət rüsumu tutulmayacaqdır. Qeyd edim ki, sözü gedən dəyişikliklər hələlik qanun layihəsi mərhələsindədir və qüvvəyə minməsi üçün Milli Məclisdə qəbul edilməlidir. Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq qatarların tərkibini genişləndirib. Qurumdan bildirilib ki, iyulun 10-undan etibarən marşrut üzrə hərəkət edən qatarlara əlavə 3 standart plus tipli yataq vaqonu qoşulacaq. Bununla da hər reys üzrə sərnişin tutumu 178 yerdən 282 yerə çatdırılacaq. Beləliklə, hər reysdə əlavə 104 sərnişin daşımaq mümkün olacaqdır. Əlavə vaqonlara biletlərin satışı da artıq başlayıb. Yeni vaqonlarda gediş haqqı hazırda istifadə olunan Stadler vaqonları ilə müqayisədə daha münasib olacaq. Bakı-Tbilisi marşrutu üzrə minimum bilet qiyməti 65 manat 20 qəpik, Gəncədən 49 manat 30 qəpik, Yevlaxdan 53 manat 30 qəpik, Ağstafadan isə 45 manat 30 qəpik təşkil edəcək. ADN-in məlumatına görə standart plus tipli vaqonlarda ödənişsiz bagaj norması 36 kiloqram müəyyən edilibdir. Sərnişinlər üçün səyyar catering xidməti də təşkil olunacaq. Bu arada Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılmasının hazırda gündəmdə olmadığını da açıqlayıbdır. Qurumdan bildirilib ki, bu istiqamətdə hər hansı iş aparılmır. Hazırda marşrut üzrə yalnız bir qatar istismar olunur və əsas diqqət həmin qatarın tərkibinə əlavə vaqonların qoşulmasına yönəlib. Beləliklə, bu buraxılışımızın da sonuna gəldi. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayem Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.